bəyənirsiniz? Necəsiz? Bacınız bu gün kombi ustası olaraq oyanıb. Səhər-səhərdir. Yoldaşım getdikcə eşiyə çıxanda gördü ki, bəs bunun təzyiqi qalxıb. İş başa düşdü bir-birindi. Pətəklərdən su çəkirəm. Çalışıram ki, kombinin təzyiqini aşağı salım. Sizdə də belədirmi? Bütün evin kişi işlərinə, qadın işlərinə siz mi gedirsiniz? Dedim biraz da çəkim, bu ikidən aşağıda olmalıdır, birə tərəf olmalıdır. Elə dedim günə necə başlayıram. Sizinlə də elə bir açılış eləyim. Ona baxın, qalxıb tez gedək çəkək. Qızlar saat 2-yə işləyib, səhər-səhər saçımı yudum. Əslində dünən yuyacaqdım. O qədər yorğun oluruq ki, inansız. Saat yemək yada düşmür. Əslində bugün bacımla şəhərə çıxmalıydıq. Sonra bir də baxdım ki, şəkil atıb. Bəs havaya görə narınızı xəbərdarlıq veriblər. Külək, soğuğun, yağış, boran. Axır bir sözlə biz nə vaxt çıxmaq istəyirik. Bəxtimiz özümüzdən qabaq gedir, belə deyim də. Bacım deyir ki, biz daha deyir, çıxmamışdan qabaq planlaşdırmayaq deyir. Eyni gün danışaq, eyni gündə çıxaq. O da ki, ev halıdır da, hərənin öz işi gücü olur, o da mümkün deyil. Amma ki, onu bilirəm, biz nə vaxt çıxmaq istəyirik, soyuq olur. Dünən necə gözəl hava var idi, gün günəşli idi. Bugün doğrudan da hava soyuyub, səhər də biraz da yağış yağdı. Yox, yürüyüşümüzə çıxacağıq. Səhər vlogu yüklədim, montaj elədim. Yüklədim, bir 2 saatımı alır da. Onu montaj eləmək, səsləndirmək, yükləmək istər-istəməz vaxt alır. Yazdım Gülüyə, dedim ki, çıxaq da, mən bugün çıxa bilmədim. O da bugün evin eşiyini təmizləyəsiydi. Dedi ki, hə, çıxaq. Yağış yağır deyə mən də aynaları silirəm, çıxaq yürüyüşə. İndi yenə dedim bir saçımı düzləşdireyim. Mənim saçım qıvırcıqdan dönmədi. Düzləşdirməsəm şişir nə boyda olur. Çayımı da gətirmişəm, hələ buxarlanır. Bir stəkan çay içdim. Daha doğrusu vlog izləyirəm, eyni zamanda çay içirəm. Eyni zamanda da saçlarımı kulatka edirəm burada. Dedim bir sizə də güncəlləmə keçim. Belə. Saçımın rəngini görürsünüz, bu rəngdir. Həmişə neçə qoyurdum? 6-1, 6-11 Miss Magic'dir da. Hə, onu qoyuram. İntihası dibləri ilə tez ağarır ki, çox yəqin ki, o da mənim saçımın tipindəndir. Ya da ki, nə bilim nədəndir. Tutmur. Saçımda kraska yaxşı tutmur. Axşamda inşallah hər ayın 4-ü 5-i. 4-ü axşamdan başlayıb 5-i axşama qədər Tayqada 555 məhsula neçə faiz endirim olur. Demək olar ki, marketin yarısına endirim olur da. Özləri də şişirdib endirmirlər da. Sözün əsl mənasında baxsan ki, gözəl endirimlər olur. Dedik, axşam da marketə gedib aylıq bazarlığımızı eləyərik. Belə günümüz belə keçir bugün. Dedim bir də yürüyüşü də gezək gələk, işlərimizə davam eləyərik. Paltarlarımın da hansına baxsız şeydir, xlor ləkəsi, xlorlu. Sizdə də belədirmi? İndi bilmirəm, bunda var mı? Amma ki, bütün paltarlarım xlorludur. Nə vaxt baxıram, mağazinə getmək istəyirəm, baxıram ki, xlorludur burası. Dəzgahı xlorluyuram, istər-istəməz belə durduqca da buralarım batır. Xanımlar, çıxdıq yürüyüşə, yenə kəsə yollarla gəldik. Azadlığa inanmazsınız, amma bir 10 dəqiqəyə, 15 dəqiqəyə maksimum azadlığa çatırıq. O kikala belə yeriyəndə, maşın yollarından gələndə, haradasa biz 25 dəqiqəyə çatırıq. 25 dəqiqə deyə, bəlkə də yarım saata. Gəldik, mənim bir tortum var idi, yenə son anda gözəl izləyicim son anda mənə yazdı ki, bəs sabaha tort. Gəldim onun lazım olanlarını almağa, bir də ki, şəkil çıxardasıyam, onu çıxartdırmağa gəldim. Gəlmişkən dedim bir neçə vaxtdır bu Arzum tort ləvazimatlarını çəkmirəm, mənim gözəl, sevimli mağazam Pasilkada ol-ola həmişə bura gəlirəm də, bilirsiniz, buranın qiymətləri daha yaxşıdır, daha münasibdir. Bir hər şeydə 50 qəpik ən azı fərq eləyir deyə. Onsuzdan deyirəm, gəlirik. Gəlmişkən də həm azadlığa gəlim, həm bura gəlim. Buralara gələndə biraz adamın abu havası daha yaxşı olur. Həm də ki, evdə otururam deyə biraz da mənim üçün gəzinti olur. Bir manatlıq yerlərə də gəlirəm. Nəysə, uzun sözün qısası gəldik azadlığa, tort ləvazimatlarına. Burada da məndə olan alətləri göstərirdim. Şəkili də atmışdım xanıma, xanım çıxardırdı. Həm onları gözləyirəm, həm lazer kəsim gözləyirdim. Baxacaqdılar, görsünlər gümüş rəngi varmı? Mən də dedim, biraz sizin üçün buraları çəkim, paylaşım. Qızlar, 2 gündür də burada yağış yağır. Bugün səhər-səhərdə yenə yağış yağdı. Daha doğrusu dünəndən yağırdı. Onun da ki, işıqlar da söndü. Bugün səhər video ata bilmədim. İndi işıqlar yanıb. Telefonu zaryadkaya qoydum. Zaryadkaya qoya-qoya dedim bir videonu da montaj eləyim.
Çünki bugün video atmaq günümdür, amma ki atmamışam. Belə qərarı gəldim ki, elə həmişəki kimi gün aşırı atım. Burada da qəliblərə baxırıq. Burada dayı özü çıxardır silikondan qəlibləri. Onlardan danışırıq. Göstərirəm ki, bu silikondan çıxıb bu əllə düzəlib, sağ olsun. Burada da dayı gəlib mənə sorğu-sual eləyir ki, bu nədən çıxıb, bu nədən çıxıb. Burada özləri çıxardırlar. Güləyə deyirəm ki, bəs belə almaq daha sərfəlidir də. Məsəl üçün mən gec-gec hazırlayıram bu kuklaları. Ona görə mənim 1 saatım alır. Bir var tez hazırlayasan, ya qəlibdən çıxardasan, bir əlin örgəşlə məsəl üçün 15 dəqiqə, 20 dəqiqə həll eləyəsən. Bir də var ki, gec-gec, nə bilim, ildə bir dəfə çıxardasan, 2 dəfə, yəni 3 dəfə, ya ayda bir dəfə çıxardasan, adamın əl alışqanlığı olmur deyə adam gec başa gətirir. Həm də ki, ağız üstə durub onu işləmək bir hardasa adamın belini ağrıdır, 1 saatını da alır deyə elə gəlib buradan alıram. Burada da qəliblər 4 manat, belə nə bilim 4 manat 50 qəpik, 5 manat arasıdır. Burada ondan danışırıq. Gördüyünüz kimi aşağıda da çiçəklərdir, hər rəngdə lentlərdir, hər şey var bir sözlə. Müştəriyə də elə burada neçəyədirsə o qiyməti deyirəm, oyuncağın qiymətini, onu da alıb üstünə qoyuram, müştəri də onun pulunu ödəyir. Burada da xına üçün, bir də ki uşaq 40 çıxma mərasimləri üçün olan şeylər var. Onlar da satılır. Yenə cürbəcür çəmbərlərdir, rənglərdir. Baxıram ki, göy rəngim qutarıb, gərək gələn səfər gedəndə alım onu da. Gəldik yenə yeriyə azadlığa. Tortla vazibatlarına lazım olanları götürdüm. Hava da yağışlıdır. Biz yağışa qara baxmadıq. Başlıqdan, yürüyüşdən bir dənə belə şəkil çıxartdım. Belə şariklər aldım. Tortun üstü. Bir dənə südlü jeli, tortumuzun kənarlarına belə axıntılar var. Onun üçün bir də ki şokolad soğusu aldım. Bir qab. Və yenə tortun arasıdır. Bir dənə də lazer kəsim aldım. Əslində lazer kəsim belə çərçivənin içərisində var idi. Ondan istəyirdim. Yox idi da məcbur. Bunu götürdüm. Başqa variant yox idi. Qızıl rəngi var idi çərçivənin içərisində. Sırf bu gümüşü rəngi yox idi deyə. Mən sonra bunu götürdüm. Gəldim buradan da 6 dənə yumurta götürdüm. Axşama da mama soyuq göndərmişdi kənd cücəsi. Onu hazırlayacağım. Bugün axşamın yeməyi odur. Uşaqlar da çox yəqin ki yeməyəcəklər. Görüm onlara nə hazırlayıram. Yeməyini pişirdim. Tas uşaqlar bizdə sevməkdə cücəni, kənd cücəsini. Qızlar bu dərmanı verən günüsündən iştahını açdı İncinin. Dedim bir pankek hazırlayayım onun üçün. Yesin yenə şokoladla, ürəyi durmadan nəsə istəyir. Çox gözəl dərmandır. Sizin uşaqlar yemirsə, yəni ilk dəfədən təsir göstərir. Südü də isitdim, buzluydu. Dedim bir pankek edeyim uşaqlara, qalanı da çalaram. Xoşlayır mənimkilər qatıq yeməyi. Qalanı da qatıq yeyərlər. Gərək mütləq bir dənə şey alım bu pankek tökmək üçün olan qablardan. Belə qaşıqla çətin olur. Həm də ki biraz əyri alınır. Axşam marketə getdik. Dedim bu qazan dəstlərini sizin üçün də çəkim. Bizim bu tayqada bunun dəsti 39 manatdır. Bunun dəsti neçəyədir? 65 manatdır. Bu 2 dənəlidir deyəsən. Yo 3 dənəlidir. 53 manatdır. Biri də arxadadır. Beləsi var. 72 manat. 65 manat. Beləsi var 19 manat bir dənə. Bunlar da tək-tək 12 manat, 15, 12 manat. Bu balaca 10 manat. Bu da 10 manat. 13, 12 manat. Balacaya baxayıq, 7.50. Belə şeyler. Bunlar neçədir? 20 manat. Bunlar artıq ayrılanlardan da 25 manat. Bunlardan istəyirəm, dərs. Nə bilim, yəni belə bir şeylər də. Nazik, nazikdir, biraz yapışsın almaq lazım dayan. Aynen qazanlar. Bu marketin ən çox sevdiyim tərəfi bu tərəfdir bu.
sol axırlar. Burada mənim həmişə sevdiyim şeylər olur. Gəlirik hər dəfə bura baxırıq, görək təzə nələr gəlib, təzə nələr var. Qızlar özdə əvvəl sədərək qiyməti nə idi? İndi sədərək bahalaşıb, amma bura normaldır. Belə gördüyünüz kimi qəfədanlar var, şüşə, amma nazik şüşə idi. Belə balaca minnoş çaydan çayniklər var. Yoldaşımın o çayxana çayniklərindən xoşu gəlir. Hər dəfə deyir ki, gəl bəlkə bundan bir dənə götürək. Mən deyirəm, yox, o nədir, onu çayxanalarda verirlər. Deyir, yox, bundan xoşum gəlir. Burada da silikon gətiribdir ki, bəlkə silikon götürək. Deyirəm, şokolad düzəltsən, neysən silikonu? Şokolad düzəldən mənəm istəmirəm. Nəysə, buraları da biraz sizin üçün çəkdim. Qaşıqlar var, stəkanlar var. Düzdür, burada elə belə qəşəng çaşqalar olmur. Standart gündəlik çaşqalar olur. Amma belə elektronik alətlər, nə bilim, çaydan, çaynik, qazanlar, boşqaplar hamısı uyğun qiymət olur. Yadınıza gəlir, mən 2 dənə 7 manat 50 qəpiyə hündür qablar almışdım. Onları da buradan almışdım. Burada da belə çaydanlar var, amma ki, xoşuma gələn yoxdur. Xoşuma gələn olsa götürərdim. Burada da yenə gördüyünüz kimi standart dədə-baba çay içmək üçün fincanlar, stəkanlar. Bir tərəfində də biraz paltarlar var. Amma ki, heç buradan paltar almamışıq, düzü gərək. Burada da yenə servislər var. Bu arada mən buranı tərifləyirəm, amma ki, bəlkə də sözlərinin xəbəri yoxdur mən buranı çəkdiyimdən. Yəni, reklam deyil. Sadəcə hər ay gəlirik deyə, qiymətlər də nə bilim və yaxud digər marketlərə baxanda münasibdir deyə sevirəm. Gəldik evə, indi bir yerləşdirək bu aldığımız ərzaqları. Yumurta aldıq, qəşəng böyük idi. Qızlar, bu başağın salfetkasını aldıq, amma heç xoşum gəlmədi. Belə gözəl, şux rəngli masalkalar aldım. Bunu da birinci səfər idi alırdım, rənginə görə aldım. Ayaqqabımızı götürdük. Siliplər düşmüşdü, 3 manat 79 qəpiyə bir dənə ondan götürdüm. Duz ruhu götürdüm. Elsev götürdüm, kraskalı rəngli saçlar üçün. Sonra bu antiperspirantlar düşmüşdü. Ondan götürdük. Bundan yenə bir dənə yoldaşım deyir, dadına baxarıq. Sonra sabun götürdük. Bu qırmızı antiperspirantlar kişilər üçün superdir. Gözəl saxlayır. 2 dənə ondan götürdük. 5 manat neçə qəpiyə düşmüşdü onlarda. Elsevin şampununu götürdüm. Balzamlı daha doğrusu. Bunların ümumiyyətlə bütün hamısının qoxusu super olur. Əvvəl qara rənginin balzamını işlətmişdim. Düzü görək bu qırmızısının heç balzamını görməmişəm. İndi də ağını aldım. Ona görə bunu da elə bundan götürdüm. Birinci səfərdə ağını götürürəm. Amma yəqin ki, yaxşı olar. Bunun da rənglərinə aşiq oldum. Ona görə mənimlə gəldi. Bilmirəm necədir. Yumurtalar da dediyim kimi böyük-böyükdür deyə götürdüm. Yuyucu vasitələri yerləşdirdim. Buranı sildim. Keçək digər ərzaqlara. Uşaqlar pizza istəmişdi. Ondan ötürü sok götürdük. Yağları götürdük. Mayonez hər zamanki kimi. Qızlar, bu çayı birinci səfər idi götürdüm. Düzdür, üzərində belə ləçəkləri böyük göstərmişdi. Ona görə aldıq. Həm də Earl Grey idi, götürdüm. Amma içərisi xırda idi. Yoldaşım 2 dənə əlcək götürdü. Həmişəki kimi Azərdur. Vaz keçilməzimiz test çayı. Sevirəm onun dadını. Sonra belə oğlumun ad günü gəlir. Elə bunlar da endirimdə idi. Dedik götürək süfrəyə qoymaq üçün. Hərəsindən bir dənə nəçə növləri var idi. Vanil götürdüm, qabartma götürdüm, qaroq götürdük, pizza üçün yenə sosiska. Sonra tomat götürdüm. Tomata heç fikir vermirəm. Hansı endirimdə olur, onu götürürəm. Çox elə işlətməyi də sevmirəm. Əvvəl aldığım pendiri tapa bilmirəm. Ona görə bu səfər soruşdum. Əriyən pendir hansıdırsa. Bura kimi izləmisinizsə xanımlar, videonu bəyənib bir dənə şərh yazmağı da unutmayın. Vaziyət dəstəyi üçün reklamlar kimi yenə araya girdim. Marketdən onu götürdük. Qızlar, bu səfər Millanın smetanını götürdüm. Deyirlər, bu da yaxşıdır. Bunu da evdə hamı sevir. 2 dənə götürdüm. Neçə rəngi olursa o qədər götürürəm. 2 rəngi var idi. 2 dənə götürdüm. Uşaqlara leys götürmüşük. Ankaranın bu makaronları vermişdilər də endirimdə idi. Hərəsindən bir dənə götürdüm. Bunu 3 dəfədir götürürük. Dedim, bunu da sınayarıq. Bundan da bir paçka götürdüm. Yenə makaron çeşidləri. Uşaqlar sevir. Oğlum daha doğrusu sevir ketçup. Onu götürdüm. İncinin bu kofeləri sevir, kofe içmək. Təzyiqdə aşağı olur deyə alıb evə atıram ki, içsin istədiyi zaman. Mən amma içə bilmirəm. Un, pesok, nə bilim, mərci, digər əksik gərəkləri də götürdük. Həmişə soruşursunuz, un hansından istifadə edirsən. Qızlar, ya Carmen'i alıram, ya Mehriban'ı alıram. Baxın, burada da göstərirəm. Yenə tortları da bundan pişirirəm. Day gedib vışı sort deyirlər də, o unlardan almıram. Bugün də aldıqlarımız bunlar oldu. Allah hər kəsin
qazancını bol, bərəkətli eləsin. İnşallah nə edeyim, necə edeyim deməsin. Allah heç kimin gözünü, heç kimin süfrəsində eləməsin. Amin inşallah. Hər kəs ürəyincə alıb, yeyib yedizdirə bilsin uşaqlarına. Xanımlar, bu makarondan istifadə etmisinizmi? Çox yəqin ki, arxasında indi bunun istifadəsi yazılmış olar. Amma bişirənlər yazsaz sevinərəm. Ən azından yəni təcrübəli olarsınız da. Sizin təcrübəyə güvənərək mən də elə hazırlayım. Gözəl izləyicimin bir dənə tortu var, onu hazırlayıram. Kremi hazırladım. Bu arada kızlar şantinin hazırlanmasını tam nöqtəsinə vergülünə kimi çəkmişəm. İnşallah onu da shorts formasında paylaşacağım. Keçin bunu sıvamağa. Tortun bəzənməsini də çəkmişdim xanımlar, amma shorts videosu üçün belə telefonu düz qoyub çəkmişdim. Yenə də dedim sizinlə də paylaşım. Belə biraz video düzdür qısılmış olur kənarlarından. Kənarlarına jilə axıtdım. Üstünü də bəzəklərini hazırlayıb qoyacağım üzərinə. Daha doğrusu gördüyünüz kimi 2 dənə şpris başlığından istifadə eləmişəm. Qabağına bir dənə şəkil yapışdırmışam. Şəklin ağız hissəsini deşdim qayçı ilə. Ora bir şarik top yapışdırdım. İndi keçdim üstünün bəzənməsinə. Düzdür videonu bura görə çəkməmişdim, amma yenə dedim qoyum. Mavi rəngli toplar aldım. Tünd göyü şəkər xəmiri ilə hazırladım. Qızlar, arada da bir keçib kameradan baxıram ki, görüm üzərində harda əksik gərək var, ora qoyum. Kamerada baxanda daha yaxşı görünür. Harasında əksiklik var, harasına qoyulmalıdır. Belə düzürəm bu şəkildə üstünün şariklərini. Da iki rəng şarik almadım. Elə bilirdim evdə var, evdə də sən demə yox imiş. Dedim eybi yoxdur, şəkər xəmiri ilə hazırlayaram digərlərini. Bir də hərəsinə 3-3 müştəriyə də çox güc düşməsin. Üstünə belə balaca şəkər xəmirləri yumruladım, atdım. Sonra da peşman oldum. Onları götürdüm, çox keçə görünürdülər deyə. Dediyim elə mavi muncuqlar qoyaram üstünə. Onda daha səliqəli görünər. Onu da deyəsən heç çəkməmişəm mavi muncuqlar qoyduğumu. Sonra mavi muncuqlar atdım və tortumuz gözəl. Belə bir mavinin tonlarında stitch tortumuz alındı. Qəşəngdə görünürdü. Axşama pizza hazırlayıram. Xəmiri qatdım, hava soyuq olduğuna görə eşdə yenə yağış qiyamatdı. Bəzi yerlər yenə su basıb. Qazları yandırdım. Çaydan da təzə qaynayıb qoydum onun üstünə. Altdan yuxarı belə həm bunların istiliyi vurur, həm də ki çaydan istiliyi vurur. Qoymuşam orada xəmir acısın. Baxıram ki, xeyir də eləyir. Üzə şişibdi. Biraz da keçsin. Başlayayım pizzaları hazırlamağa. Bugün uşaqların istəyi pizza olur. Pizzaları hazırladım. 1 kilogram unla 4 dənə pizza hazırlayıram hər səfərində. Bunun da resepti digər vloglarımda var idi. Yenə deyib sizin vaxtınızı almayım. Gözəl də pizzalar çıxmışdı. Hələlik bugünlük məndən bu qədər olsun xanımlar. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə videonu bəyənərək bacıya dəstək olmağı unutmayın. İnşallah yeni vloglarda görüşmək üzrə. Bugün biraz fərqlilik olacaq. Vlog axşamüstü gəlir. Hal-hazırda 1 saatdan sonra yayımlayacağım. Nəysə, Allaha əmanət olun. Öpürəm hər birinizi.